Necəsiniz? Yaxşıyıq. Yaxşı olasınız, biz də yaxşıyıq. Bugün nədən danışırıq? Depressiya. Ay nə gözəl. Keyfimiz yaxşıdır, amma depressiyadan danışırıq. Güləndə deyirlər ki, niyə bu qədər çox gülür ki? İnsanlar depressiv olmağa alışqandılar. Ona Bəli, görə dedik ki, biraz depressiyadan danışaq. bəli. Bu dəfə gələn suallarımıza cavab verək. Depressiya ilə bağlı sorğu keçirmişdik. Hı-hı. Bu sorğuya görə hansı suallarımız var? Hansı suallarınız var? Baxım, deyirəm. Deməli, Bugün burada ilk sualımız belədir ki, özümü bir gün yaxşı hiss edirəm, bir gün pis hiss edirəm. Yəni bunu depressiya adlandıra bilərəm. boşluq, emosional boşluq, Hı-hı. bastırdığı hansı duyğular varsa, görməzdən gəldiyi, görməzdən gəlmək istədiyi hansı duyğular varsa, bir gün özünü yaxşı hiss edir. Mən özümü yaxşı hiss edirəm. Bu gün möhtəşəm gündür deyərək özünü yaxşı hiss etməyə çalışır. İkinci gün amma gerçəklərlə üzləşir. Əksik olduğu hansı duyğular varsa onlarla üzləşir və yenidən eyni hissə qapılır. Depressiyanı bir gün pisəmsə depressiyadayam deyə bilmərik. Əgər 6 ay müddətində eyni proseslər davam edərsə, məsələn, aşırı şəkildə yemək və yaxud da aşırı şəkildə iştahsızlıq, keyfinin olmaması, əvvəlki zövq aldığı şeylərdən indi zövq ala bilməməsi, insanların içərisinə çıxmaq istəməməsi, danışmaq istəməməsi, bunlar varsa, ağlamaq istəyir, duyğusal olur, zövq ala bilmir heç nədən, emosional şəkildə boşluq yaşayır, doldura bilmir. Həmin o boşluğu yeməklə, içməklə doldurmaq istəyir, əyləncə ilə, aşırı şəkildə əylənmək istəyən insanlar var. Bunu onunla doldurmaq istəyir. Bu depressiyadır. Və 6 ay bu eyni hallar baş verərsə depressiyadır. Dünən mən yaxşı deyiləm, yatmaq istəyirəm, yerimdən çıxmıramsa mən depressiyadayam deyə bilmərik. Bəs Zəhra xanım, depressiv hiss edən zaman insan aqressiv ola bilərmi? Çox. Hı-hı. Həyata qarşı kin olur, insanlara qarşı kin olur, başlayır aqressiv şəkildə danışmağa, qışqırır, tənqid edir, təhqir edir, həyatından şikayətlənir, gileylənir. Mənim niyə başıma gəldi bu, belə niyə oldu, ədalətsizdir dünya, insanlar belədir, insanlar elədir deyərək daha da çox dibə gedir. Yəni mən bu haldayamsa bundan necə qurtula bilərəm? Necə yardım ala bilərəm? Nələr edə bilərəm? Demək əvəzinə daha da çox şikayətlənir və baş verən proses bir dənədirsə, onu edir 4 dənə, 5 dənə. Yəni qarışqanı fil etmək misalı. Buna özüm də müşahidə etmişəm. Dedim bir maraqlı gəldi. Depressiv hiss edəndə yaradıcılıq üzə çıxırmı? Məsələn, Məsələn, mən özümü biraz üzüntülü hiss edəndə, kənardan özümü xaricə, yəni bu bir ehtiyacdır da. Bəzən insan o qədər sosial olur ki, artıq biraz özünə çəkilib tək qalmaq istəyir. Bəlkə ola bilsin depressiya deyil bu. Amma mən depressiv olaraq hiss edirəm. Yəni bu zaman daha çox yaradıcılıq sanki ön plana çıxır. özünlə baş-başa qalırsan, Daha kəşf edirsən özünü. aydın fikirlər gəlir, hətta layihələr belə burdan çıxır. Yəni bunu biraz dəqiqləşdirmək Bəli, istəyərdim sizdən. Bəli, olur. Çünki sadəcə depressiyada olanda və ya depressiv hiss edəndə insan özü ilə qalır. Bu səhvdir artıq. Özünü yaxşı hiss etməyəndə tək qalmağı seçir. Amma gündə bir dəfə, 1 saat sadəcə özümüzdən qalsaq və ya həftədə bir dəfə sadəcə özümüzə zaman ayırsaq, o zaman bizim depressiv hiss etməyimizə ehtiyac olmaz. Depressiv epizodik görüntü başqadır, depressiya başqadır. Depressiv epizodik görüntü hansısa bir hadisədən yola çıxaraq sən elə şey hiss edə bilərsən. Məsələn, hansısa bir hadisə başına gəlir, sən özünü modsuz hiss edirsən, yaxşı hiss etmirsən. Bu həmin hadisəyə bağlı olandır. Bir də var ki, hadisəyə aidiyyatı yoxdur. Sadəcə sən özünü elə hiss edirsən, bilmirsən niyə hiss edirsən elə. Amma o duyğuları yaşayırsan. Yəni bu depressiyadır.
Depressiv epizodik görüntü ola bilər, normal haldır. Hadisələrə, insanıq, yaşayırıq, o şəkildə hiss edə bilərik. Bunlar normaldır və buna icazə verməliyik. Və bir də mənim məsləhətim budur ki, depressiyada hiss edirsinizsə özünüzü, ondan tez bir şəkildə çıxmağa çaba sərf etməyin və yaxud da fikrinizi yayındırmayın. Mən özümü depressiv hiss edirəm, tək qalmaq istəyirəm, amma tək qalmaqdan qorxduğum üçün gedirəm rəfiqəmlə görüşürəm, hansısa bir əyləncəyə gedirəm. Bu artıq mənim yayınmağımdır. Mən o tamamlamıram, o duyğunu tamamlamıram, o hissi tamamlamıram deyə mən yenidən təkrar eyni hissin içində olmuş oluram. Yenidən eyni duyğular yaşamış oluram. Bir dəfə özümüzə icazə versək onu yaşamağa, bu uzun müddətdən, 1 ildən sonra, 5 ildən sonra yenidən ola bilər. Amma tezliklə, sıxlıqla görünürsə, bu həmin o duyğunu əvəz etməyimizdir. Başqasının əvəz edirik. Başqa bir duyğu ilə əvəz edirik. Ona görə də almalı olan dərsimizi almadığımız üçün təəssüf ki, tez-tez bu hisslərlə üz-üzə qalırıq. Bəli. Və bir də bir sual diqqətimi çəkdi burada. Deyir ki, depressiv olmağı çox sevirəm. Bu nədən ola bilər? Depressiv olmağı çox sevir, həyatı ilə bağlı bir uğurunu görməyib, özünü kəşf etməyib, özünü o həyata layiq bilir. Daha sonra həyatında nəyinsə düzgün getməsini şuuraltı istəmir. Şuur istəyir, amma şuuraltı istəmir. Bəzən bir yerdə yatıb qalmaq belə bizə sərf edir. Özümüzü inkişaf etdirmək biraz zaman alır, amma bir yerdə kənarda yatıb qalmaq, reelslər izləmək, Instagramda, TikTokda baxmaq, zamanımızı boşa sərf etmək bəzən özümüzə belə xoş gəlir. Nəsə etməyə ərincəklik yaşayırıq. Mən bunu bir neçə dəfə müşahidə etmişəm. Depressiv olanda sanki daha çox insanlar diqqəti öz üstünə çəkir. Ay nə olub? Nə baş verir? Niyə keyfin yoxdur? Necə dəstək ola bilərəm sənə? Bir bu anlarda daha çox diqqət görürlər deyə. Depressiv olmaqda məncə buna Xəstə olanlar gəlsə. da olur da. Bəli. Xəstələnmək istəyən insanlar da qayğı, diqqət, sevgi görmədiklərinə görə mən həmişə deyirəm ki, bu uşaqlarda daha çox özünü göstərir, daha sonra yetişkinlərdə də özünü göstərir. Əgər uşaq özü kimi olub sevilmirsə, diqqət görmürsə, qayğı görmürsə, valideyn onu görmürsə, başlayır özündən çıxaraq başqa davranışlar sərgiləməyə. Özü kimi yox, daha çox fərqli davranışlar, mənfi davranışlar sərgiləyir. Bu zaman ən azından adı belə çəkiləndə uşaq sevindi ki, mənim adım çəkildi. O başa düşmür də mənfidir, müsbətdir onun elədiyi hərəkət. Eyni zamanda yetişkinlər də daxildir bu. Əgər sən çox sevgi görməmisənsə, dəyər görməmisənsə, sevildiyini hiss etməmisənsə, daha çox xəstə olmaq istəyirsən, daha çox özünə qapılmaq istəyirsən, təciz olursan, asosial olursan, insanlar səni Zəhra, sən canı gəl otur bizlə. Bu şəkildə artıq mən diqqət mərkəzində olduğum üçün mən bunu sevirəm içdən-içə. Buna görə də bu mənə həzz verir. Ancaq dəyərli olduğunu xəstə olanda hiss edə bilirsən. İynə, dərman, yemək, istədiyini etmək. Buna görə də oturduğu yerdə bir insana bir sevgi göstərmədiyimiz üçün bu bizim yanlışımızdır. Buna indi ağlıma gəldi. Biz pasiv isteriya deyə bilərik buna. Bəli. Deyə bilərik. Pasiv isteriyanın içərisində sadəcə təcrid olmaq, kənara çəkilərək öz dəyərini sübut etmək, öz-özünü sübut etmək istəyi yaranır. Eyni şəkildə də bu insanlar da daxildir. Kənara çəkilir, heç nə etmir və baxır görür ki, məni sevən varmı, məni yad eləyəcəklərmi, mənə zəng eləyəcəklərmi, halımı soruşacaqlarmı? Bu zaman öz dəyərini balanslaşdırır, ondan sonra artıq yaxşı olur. Başlayır o sosial həyatına davam etməyə. Münasibətlərdə də bu belədir. Kənara çəkilmək. Bir problem olan kimi kənara çəkilir, danışmır. Problemi həll etmək istəmir, küsür, inciyir, trip atır. Əslində dəyərini hiss etmək istəyir ona görə. Və belə arxaya çəkiləndə də həmin şəxs onun üstünə daha çox gedir deyə öz-özünü sübut edir. Mən sevilirəm. Depressiya daha çox hansı psixi pozuntularla qarışdırılır? Depressiya daha çox ruhsal baxımdan problem yaşadığımız zaman qarışdırılır. Mənim bugün nəsə etmək istəyim yoxdursa, depressiyadayam. Etmək istəmirəm bugün nəsə. Bugün ev işi görmək istəmirəm. Həmişə ev işi görmək istəyirəm. Bugün görmək istəmirəm. Mən depressiyada deyiləm. Və yaxud mən aşırı şəkildə əylənirəmsə də depressiyada deyiləm. Tək qalmağı sevən insanlar var. Özü ilə baş-başa qalan insanlar.
özünü kəşf edən, yaradıcılığını artıran insanlar depressiyada olan insanlar deyil. Kənardan onlara sən depressiyadasan deyə bir diaqnoz qoymayın. O insanlar özlərini yaxşı hiss etməyəcək. Və yaxud hər zaman biz insanıq, hər zaman əyləncəli olmaq məcburiyyətində deyilik. Günə enerjili oyanmaq məcburiyyətində deyilik. Bu gün mən enerjili oyanmıramsa, bu gün özümü yaxşı hiss etmirəmsə, özümlə qalmaq istəyirəmsə, yaradıcılığımı artırmaq istəyirəmsə, ev işi görmək istəmirəmsə, özümə zaman ayırmaq istəyirəmsə, mən depressiyadayam deyə bilmərik buna. Bu sadəcə bir istəkdir. Mən bunu hər zaman demişəm ki, əgər yasın varsa, yasını belə doya-doya yaşa. Bu sənin içsəl, duyğusal, psixoloji yasından söhbət gedir. Bunu başqası ilə əvəz etmə. Başqa duyğularla əvəz etmə. O emosional boşluğunu başqa bir mövzularla, başqa bir hadisələrlə, insanlarla, əyləncə ilə əvəz etmə və onu doldurma. O boşluğun nəyə ehtiyacı varsa, onu tap və onunla doldur. Və Zəhra xanım, yəni daha doğrusu, depressiyaya düşməyimizə nə səbəb olur? Həyatımızda narazı olmağımız, uğurumuzun olmaması, özümüzə görə uğurun olmaması. Mən məktəbdə bir şeir demişəmsə, bu mənim belə uğurumdur. Bu işdə belə bir addım atmışamsa, mənim uğurumdur. Yəni, uğuru çox böyük şeylərdə tapmayaq. Evim, maşınım yoxdursa, mən depressiyadayam, mən heç nə bacarmıram, həyat mənə belə gəlir, mən niyə belə bu şəkildə doğulmuşam kimi cümlələrlə özünüzü daha çox dibə çəkirsiniz. Mən enerjiliyəm, özümü yaxşı hiss edirəm. Hər bir şey mənə xidmət edir. Ev, maşın, duyğusallıq, psixoloji, fiziki fərqi yoxdur, hər bir şey. Bu zaman həyatımız dəyişəcək. Sən həyata hansı pəncərə ilə baxırsansa, o zaman həyatın səni dəyişir. Həyatından narazısansa, sənin həyat sənə narazı olacağın şeylər gətirəcək. Yox, əgər sən o qədər olanlara rəğmən yenə də gülməyi bacarırsansa, özünü sevməyi bacarırsansa, özünə zaman ayırmağı bacarırsansa, həyatında nələrsə yaxşılaşdırmağı bacarırsansa, bu zaman həyat da sənə öz mükafatını mütləq ki verəcək. Bunu belə götürək də, sanki oturmusan bir yerdə, bu mediativ vəziyyətdə olanda necə olur meditasiya edəndə? Bardaj qurursan, oturursan yerə, öz yerində, gözünü yumub sadəcə özünə fokuslanırsan. Eynilə də həyatımızda özümüzə fokuslanıb ətrafdan gələnləri özümüzə maqnit kimi çəkirik sanki. Və Onlar bizə gəlsin. otururuq, gileylənirik, amma heç nə etmirik həlli üçün. Bəli. Həll etməsən kimsə gəlib sənin həyatını yaxşılaşdırmayacaq. Doğrudur. Depressiya haqqında tam olaraq başqa nələri biz izləyicilərə çatdıra bilərik? Dərman qəbulundan çəkinmək lazımdır. Depressiyadayamsa, özümü yaxşı hiss etmirəmsə, mən gedirəm serotonin hormonunu artıran, özümü yaxşı hiss etməyimə səbəb olan dərmanlardan, preparatlardan istifadə edirəm və həkim reseptsiz sadəcə ağızdan ağza, hə, bu məni yaxşı elədi, sən də get onu iç deyilən dərmanlardan istifadə edilməməlidir. Hər kəsin ruh halı fərqli olduğu kimi, eyni zamanda fiziki də fərqlidir. Buna görə mən bu depressiyada olanda mən bu dərmanı içdim, mənə yaxşı təsir elədi, sən də iç, bunu deyə bilmərik. Sadəcə bitki tərkibli, sedativ tərkibli bitkilərdən, çaylardan içə bilərik. Bu bizim ruhsal halımızı daha da yaxşılaşdıracaq eyni zamanda. Və əgər depressiyanın sonu intihara qədər gedir, çıxır. Ölüm qorxusu burada yaranır. Və insanlar artıq o qədər bezir, həyat onlara o qədər gəlir ki, bir dənə problem olan kimi başqa problemlər də üst-üstə insanlar mən ölüm canım qutarsın deyirlər, amma bu çox səhv düşüncədir. Var olduğumuz müddətcə o problemlərin hər birinin qarşısını ala bilərik və buna görə də mütləq psixoloq dəstəyi alınmalıdır. Əgər ətrafınızda mən özümü öldürəcəm, mənsiz qalacaqsınız, bir gün mən olmayanda mənim qədrimi biləcəksiniz kimi cümlələrdən istifadə olunursa, özünüzə yaxşı baxın, məni yaxşı xatırlayın kimi cümlələrdən istifadə olunursa, ətrafımızdakı şəxslər bu cümlələrdən istifadə edirsə, bilin ki, intihar meyilli, intihar riskli insanlardır və mütləq psixoloqa müraciət olunmalıdır. Yəni mən burada filan şey et, bundan qurtulacaqsan deyə bilmərəm. Çünki hər bir şəxsin özünə məxsus psixologiyası var. Mütləq belə bir cümlələrdən istifadə olunursa, psixoloq dəstəyi alınmalıdır. Bəs misal üçün də Zəhra xanım, intihar dediniz, amma bəzən bundan sui-istifadə edənlər də olur. Manipulyasiya xarakterli. Özümü öldürərəm, ha, mənsiz qalarsınız, ha.
İntihar edənlərin, intiharı daha doğrusu deyənlərin 10 nəfərindən sadəcə ikisi intihar edə bilər. 8 nəfər etməyəcək. Niyə? Çünki çox can şirin şeydir və özünü hələm-hələm hazır hiss edərək kimsə özünü ata bilməz. İnsan gedir məsələn görürsə sosial şəbəkələrdə və s. yüksəklikdə durur, özümü atacam ha deyir. İntihar düşüncəsində olan insan nəyisə düşünmədən özünü atar. Orada dayanıb şou edirsə, o insan sadəcə öz istəyini həyata keçirməsi üçün edir. Kimsə onun dediyi ilə razılaşmayıbsa, onu artıq qorxudaraq başlayır öz istəklərini həyata keçirməyə. Bu Və ya insanların dərman ataraq. bəli. Çox təəssüf, bəzən insanların duyğularından istifadə edərək nələrsə etmək istəyirlər. Məncə bu günlük bu qədər yetər. Hamısına Zəhra xanım. toxunduq. Fikrincə toxunduq. Əgər nəsə toxunmalı olacağımız nüanslar varsa, buradan artıq izləyicilərimizə səslənirəm. Kommentariyalarda qeydlərinizi aparın. Biz hər bir kommentləri oxuyuruq. Mənfi, müsbət fərqi yoxdur. Hər kəsin öz şəxsi fikri var. Bəli. Hamısına hörmətlə yanaşırıq. Çalışırıq ki, bu mövzuların hər birinə toxunaq. Bəli. İndiyə qədər toxunduğumuz bütün mövzular sadəcə sizin istədiyiniz mövzulardır. Siz istəmisiniz, soruşmusunuz. Biz də onların hər birini genişliklə cavablandırmışıq deyə düşünürəm. Bir sözlə vəzifə borcumuzu yerinə yetiririk. Ən əsası da Zəhra xanım, siz burada hal-hazırda çox layiqincə yerinə yetirirsiniz. İnsanlar ən azından evdə oturub telefonlarından maariflənə bilirlər. Kimisi seminar edirlər, ödənişli olur, gedə bilmir. Bu məncə çox gözəl bir fürsətdir. Bugünlük də bu qədər. Təşəkkür edirəm bizi izlədiyiniz üçün, bəyəndiyiniz üçün, komment yazdığınız üçün, xoş sözləriniz üçün, mənfi sözləriniz üçün də təşəkkürümü bildirirəm. Növbəti proqramlarda görüşərik.